Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allahı zikr edənlə zikr etməyənin məsəli ölü ilə dirinin məsəlindədir. Ona görə də biz baxırıq ki, zikirlər elə bir şəkildə təyin olunmuşdur ki, əgər bir müsəlman gündəlik o zikirləri edirsə qorunmuş olur. Yəhyə ibn Zəkəriyyə, Yəhyə əleyhissalam, necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm zikr edir bu hədisi, rivayet edir. Deyir ki, öz qövmünə, öz cəmaatına deyir ki, Allahı zikr edənin məsəli sanki düşmən arxasıca düşən bir insana bənzədir. Ki, düşmən düşüb onun ardınca bunu öldürməyə. Və də qaça-qaça gəlir, girir bir dənə qalanın içərisinə. Yəni, Allahı zikr edənin məsəli budur. Hansı ki, o Husnul Muslim var da, müsəlmanın qalası. Yəni, elə mənası da oradan götürülür. Müsəlmanı gün ərzində nə edir? Qoruyur. Bəd nəzərdən qoruyur, göz dəymədən qoruyur, cadudan qoruyur, sehirdən qoruyur, pis insanlardan qoruyur, hər bir şeydən. Nə edir? İnsanları qoruyur. Ona görə də zikirləri etmək önəmlidir. Səhər, axşam zikirləri, ayaq yoluna girəndə, çıxanda, yemək yeyəndə, yeməkdən sonra, yatanda, duranda. Allah həmd olsun, elə yer yoxdur ki, orada zikirlər təyin olunmasın. Libası giyinəndə, çıxaranda, ayaqqabını giyinəndə, hər şey. Bu cürdən kamil, bu cürdən gözəl bir din yoxdur. Nə xristianlıq, nə yahudilik, heç birində belə bir şeylər yoxdur. Gündəlik bu qədər zikirlər və dualar olsun. Hansı ki, insanı nə edir? Qoruyur bu dualar və zikirlər. İnsanı nədən qoruyur? Öz nəfsinə tabi olmaqdan, həmçinin şeytanın vəsvəsəsindən, şeytanın hiləsindən qoruyur.